indi Allah şəfa versin hamısına. Azərbaycanda xərçəngdən müalicə olub sağalan adam, mən 15 adamdan birini eşidirəm ya eşitmirəm. Eşitmisiniz, insan sağalsın. Mən eşitməmişəm. Sağalan necə sağalır? 3 il, 4 il sonra dünyasını dəyişir. Dəyişir dünyasını. Deyirsən, əməliyyat oldu, narahat olma, həkim deyil, astıq, kəsdik, böldük. 3 il, 4 il kimya, 20 dənə, 25 dənə kimya, axırda da dünyasını dəyişir. Yəni, bu xərçəng də, ümumiyyətlə, xərçəng adiləşib bizdə. Bunun statistikası var. Hanı bizim statistika? Ki, vaxt il ərzində Azərbaycanda xərçəng xəstəliyindən nə qədər adam dünyasını dəyişir, nə qədər adam sağalır, nə qədər adam... Ümumiyyətlə, xərçəng Azərbaycanı ağuşuna alıb gedir. O da bir mətbuat işçisi Cavan xanım, o da xərçəngdir, Əvəz bəy xərçəngdir. Hələ mənim bir ən yaxın dostumun valideynin 40-ı təzə çıxdı. O da xərçəngdən dünyasını dəyişdi. Başqa bir dostumuzun atasında Yəni bunun bir araşdırın, nədir? Bu profilaktika, bunun qarşısını alın da. Heç olmasa elə bir mexanizm qurulsun ki, 6 aydan bir check-up eləyə bilək. Bilək ki, bu xərçəngi qabaqdan bilək. Yəni bizdə göstəriş üçündür. Bizdə səhiyyə də yoxdur. Gəlsin istənilən adamla müzakirəyə hazıram. Bizdə səhiyyə də yoxdur. İcbari tibbi sığorta da düzəməli işləmir. Yetim yazıq qalırlar. Səhər 8-dən gedirlər orada. Növbələr var. Vallahi o da növbələr durur. Nədir? Bir dənə kadro da münasibət necə filan necə. O da bizim o dostumuz, o işləyən həkimlərin də müdürlər, mən keçən baş həkim yox, indi dəyişiblər də. O müdür, direktor deyirlər nədir? O da elələrinin gözüm çıxdıya salır ki, gətir mənə rüşvət ver. Səhiyyə də bu gündə. Səhiyyəmiz bu gündə dərmanlardan danışıram. Mən keçən bir dənə laboratoriya tapmadım ki, mən dərmanları müqayisə edeyim. Dedim, qardaş, bir dənə Alman aptekindən alacağım, bir dənə adi aptekdən alacağım, bir də gətizdireyim dərmanı. Eyni ad, eyni qablaşdırma, eyni tərkib. Vermək istəyirəm ki, mən vətəndaşam da, bilim ki, nə içirəm. Laboratoriya varmı? Dedilər, yoxdur laboratoriya. Verənməzsən. Harada mən necə yoxlayayım indi? Bax, partiya, biz yoxlayaq dərmanları ki, niyə biri bahadır, niyə biri ucuzdur, biri ultra bahadır. Mən baxın yenə deyirəm 145 manat Alman aptekində mən birini 7 manatdan gətirdim Gürcüstandan. Düzü gətirmək də əlavə ödəniş elədik filan beşməkənlə. Yəni niyə qardaş? Nədir? Bax hanı təbib, hanı icbari tibbi sığortanın rəhbərliyi? Niyə danışmırlar? Nə təbibin rəhbərliyinin adı Səniz xanım? Bilmirəm, Ramin Bayramını bilirdim. Ona yenə vəzifə verdilər. Gözüm çıxdı salmış. Koronavirus vaxtı. Bizi nə deyir o dedi? Əcəb olur sizə. Yaxşı olur sizə deyir. Düz deyir bizə. Düz eləyirlər bizə. O deyil, 1100 stomatologun təpiyi vurdular, atla bayra. 1100 stomatoloq, qardaş. Görün birini səçsin, niyə çıxardırsan cəmaatı işdən? Optimallaşdırma adı qoyublar, optimallaşdırma. Bütün dövlət orqanlarında şap-şarab adamlar vəzifədən, dövlət işlərindən çıxardırlar. Qardaş, optimallaşdırma elə yetmək üsrədir. Gəlin optimallaşdırmanı mən eləyim, görün necə optimallaşdırma eləyəcəm. Sizin 500 minlik avtomobil minmə 50 minlik min, düzdür? İl ərzində kargüzarlığa 1 milyon xərcləmə 50 min xərclə. Hər il möbil dəyişdirirlər bunlar. Nə bilmirsən, nə deyirlərmi? Binanın təmirinə baxın, binanı təmir eləyirlər. Dövlət bütün dövlət orqanlarında belə bina təmirə gedəndə üzünün qabığı var, o abrisovka deyirlər. O üz daşlarını belə sökürlər yerə. O nədir? O bəzək içində vurulub da. Pəncərələrini içinə qədər bax, sıfırdan betona qədər niyə? Yeyinti olsun. Bax, bunu optimallaşdır. Düzdür? Optimallaşdırmaq istəyirsənsə dövlət nazirliklərinin özəl sektorlarda gedib arenda götürmə, bir dənə bina tik, bir dəfə ödə. Orada yaşa, optimallaşdırma orada elə, düzdür? Bunlar deyil katibələrin deyil optimallaşdırma, geyimin deyil optimallaşdırma. Yoxsa bu yetim üsürü işdən çıxardır, optimallaşdırma aparır. Halbuki insanların ən çox müraciət etdiyi həkimlər sırasında